Birinci sualın izahına baxaq. Burada metan və asetilen qaz qarışığındakı asetilenin həcm payını verir 40%. Onda biz bilirik ki, əgər asetilenin həcm faizi 40%dirsə, onda metanın həcm faizi 60%. Çünki ümumilikdə 100%dirsə, 100-dən 40 çıxanda qalır 60% metanın həcm payı. Onda biz həcm pay nisbətlərin yaza bilərik ki, CH4 ilə asetilenin həcm pay nisbətləri CH4-ün 60, asetilenin isə 40-dır. Onda biz bunu nisbətə çevirsək 3-ün 2-yə kimi olacaq. Yəni hər tərəfi 20-yə bölürük və 3-ün 2-yə nisbəti kimi biz həmin qaz qarışığının M ortasını tapa bilərik. Yəni Mr orta bərabərdir nü1 M1 üstəgəl nü2 M2 böl nü1 üstəgəl nü2 düsturundan istifadə edirik. Yəqin ki bilirsiniz. Burada olur 3 vur 16 üstəgəl 2 vur 26 böl 3 üstəgəl 2. Biz tapdıq ki, M orta 20-dir. Amma bizə deyir ki, qarışığın hidrogenə görə nisbi sıxlığı nə qədərdir? Onda DH2 bərabərdir. M orta bölünsün 2. O da bərabərdir 20 böl 2 edəcək 10. İkinci suala baxaq. Burada da etan və propen qaz qarışığını verir və etanın həcm faizi C2H6 50%dirsə, onda C3H6 isə o da 50% olacaq. Çünki 100-dən 50 çıxanda qalır 50. Ümumi qaz qarışığımız 100%dir. Bu da olacaq 1-in 1-ə nisbəti. Bunu tapmaq asandır. Yazırıq M orta bərabərdir 1 vur 30 üstəgəl 1 vur 42 böl 1 üstəgəl 1 bərabərdir 36. Bu olur bizim qaz qarışığımızın orta molekul kütləsi. Bizdən də soruşur ki, hidrogenə görə nisbi sıxlıq DH2 bərabərdir. M orta tapmışıq 36. 36 bölünsün 2 edəcək 18. Üçüncü suala baxaq. Üçüncü sualda əvvəlcə X qazının sıxlığını verib, sonra isə qazları qarışdıraraq sıxlıq dəyişir. Və biz də bilirik ki, qaz qarışığının sıxlığı ρ bərabərdir M1 üstəgəl M2 V1 üstəgəl V2 düsturu ilə hesablayırlar. Amma ondan əvvəl biz X qazının sıxlığından istifadə edib Mr-in tapaq. Onda ρ qaz bərabərdir Mr bölünsün Vm düsturundan istifadə edirik. Yəni 1,25 bərabərdir. Mr bölünsün 22,4. Mr də eləyir, yəni X-imizin Mr-i, Mr(x) bərabərdir 28. Onda biz bu düstura nəzər yetirib həllimizi edək. Yəni 2 bərabərdir. M-imiz X-in 2 vur 28 üstəgəl 3 vur Mr y böl X-imizin həcmi 2 vur 22,4 yəni 44,8 Y-imizin həcmi isə 3 vur 22,4 yəni 67,2 və buradan Mr y bərabərdir 56 olur. Dördüncü suala baxaq. Burada X qazın əvvəlki sıxlığı, yəni öz sıxlığı 2,5-dir. Onda biz 2,5-ə görə X qazının Mr-in hesablaya bilərik. Yəni 2,5 bərabərdir Mr x böl 22,4. Mr x da bərabərdir 56. Buna görə də biz ρ bərabərdir M1 üstəgəl M2 V1 üstəgəl V2 düsturuna görə burada Y-in nisbi molekul kütləsini hesablaya bilərik. Yəni 1,75 bərabərdir. M1-imiz olacaq 2 vur 56 üstəgəl M2-miz yoxdur, amma molu var. 3 vur Mr Y böl V1 üstəgəl V2. V1-imiz olacaq 2 vur 22,4 44,8. V2-miz isə 3 vur 22,4 yəni 67,2. Burada
112 üstə gəl 3my bərabərdir 196. Burada 3my bərabərdir 84. My də bərabərdir 28. 5-ci suala baxaq. Burada 31 qram ferium 2O3 hidrogenlə reaksiyaya girib dəmir alınıb və bərk qalığın kütləsi 28-dir. Bu deməkdir ki, biz bilmirik 31 qramın neçə qramı hidrogenlə reaksiyaya girib, nə qədər artıq qalıb, nə qədər dəmir alınıb, onu bilmirik. Amma bərk kütlə 28 qramdır. Biz bunu bilirik. İndi baxaq görək 31 qramdan 28 qrama keçid eləyəndə nə qədər azalma baş verib. Baxırıq ki, 3 qram azalma baş verib. Amma mən reaksiyada görürəm ki, 2 dəmir buradadır, 2 dəmir buradadır. Deməli, 3 dənə oksigen azalma baş verib burada, maddənin daxilində və bu da eləyir 48 qram azalma. Biz tənasibi belə qura bilərik. 3 qram azalmada nə qədər dəmir alınıb? X qram. Amma 48 qram azalmada mən bilirəm ki, 2 vur 56 dəmir alınıb. Və buradan tapaq görək, o 28 qram bərk nümunənin tərkibində nə qədər dəmir var. Və ondan sonra faizə keçə bilərik. X bərabərdir 48, 3 vur, 2 vur 56. Bu da eləyəcək 7. Deməli, 7 böl 28 vur 100 faiz. Bu da eləcək 25 faiz. Ya da belə edə bilərsiniz. 28 bərk qalıq 100 faizdir. 7, yəni dəmirin faizi nə qədərdir? X. X da bərabərdir 25 faiz. Öz seçiminizdir. Hansını istəyirsiniz, istifadə edə bilərsiniz. 6-cı suala baxaq. 6-cı sualda eyni ilə 32 qramdan 26 qram bərk nümunə alınıb. 32-dən 26-ya keçid var, yəni azalma baş verir. Baxırıq ki, azalma 6 qramdır. 6 qram azalma baş verib. Və baxırıq ki, reaksiyaya 2 dənə xrom burada, 2 dənə xrom burada. Deməli, 3 oksigen azalıb. Yenə eyni ilə 48 qram azalmada nə qədər xrom alınıb? 2 vur 52. Bəs 6 qram azalmada nə qədər xrom alınır? Onu tapaq. X bərabərdir 48, 6 vur, 2 vur 52. Bunlar ixtisar gedəndə 8, bununla bu gedəndə 4. 13 qram. Deməli, 13 qram xrom alınıb. 13 böl 26 vur 100. Bu da yiyəcək 50%. 7-ci suala baxaq. Məsələnin şərtinə baxırıq ki, həm hidrogen, həm də metan yanır. Onda reaksiyanı yazaq. H2 üstə gəl O2 alınır H2O, əmsallaşdıraq. Metanı da yandıraq. CH4 üstə gəl O2 alınacaq karbon qazı və su. Əmsallaşdıraq 2, 2. Və biz görürük ki, 44 qram karbon dioksid ancaq bu reaksiyadan alınır, amma su ortaqdır. Onda mən 44-ə görə 90-ın tərkibində nə qədər su metanın yanmasından alınıb onu tapa bilərəm. Qalanı da suyun olacaq. Yəni o biri hidrogenin yanmasından alınan olacaq. Yəni həmin su olacaq. İndi baxaq. Yazıram 44-ə X, elə biz də bilirik ki, 44-ə 2 vur 18-dir. X da bərabərdir, eləyəcək 36. Deməli, 90-ın 36-sı metanın yanmasından alınır. 54-ü isə hidrogenin yanmasından alınır və biz 54-ə görə hidrogeni tapa bilərik. Hələ metanı da tapmalıyıq ki, metanın həcm payını tapaq. 54-ə x mol, deməli 2 vur 18-ə isə 2 mol. Buradan 2-lər getdi, x bərabərdir 3. Deməli, hidrogenin molu 3-dür. Və buradan da tənasüblə metanın molunu tapaq. Metanın molu elə 1-dir. 1-dir. Onda belə çıxır ki, ümumi həcm 4-dür və həcm payını tapanda metanın həcmi böl ümumiyə vur 100-ə. Bu da edəcək 25% C variantı. 8-ci sualda da yenə reaksiyaları yazırıq. Dəm qazı CO, üstə gəl O2 əmsallaşdırırıq, karbon qazı alınır.
Sonra etilen C2H4-dür. Üstəgəl O2 alınacaq karbon qazı və su. Və burada əmsallaşdıranda 2 bura, hidrogenə 2, 4, 6, 3. Və indi baxaq görək 154 qram karbon dioksid və 54 qram su. Burada ortaq olan karbon dioksiddir. Onda mən suya görə gedəcəm. 54-də X karbon dioksidi tapaq. 2 vur 18-ə isə 2 mol. Yəni 2 mol deyəndə 2 vur 44 qramdan ver baxı. Burada bununla bu ixtisar getdi, 3 qaldı. X bərabərdir, 2-lər getdi, 3 vur 44. Yəni 132 qram. Deməli, 154-ün 132-si C2H4-dən alınandı. 22 qramı isə karbon dioksiddən, karbon monoksiddən alınandı. İndi 22-yə görə karbon monoksidi alaq 2, 44 vur 2-yə isə 2 vur 44-ə isə 2 mol. Burada 2-lər getdi ixtisar, X bərabərdir 0,5. Deməli, dəm qazı 0,5-dir. Buradan tapaq 54-də Y, 2 vur 18-ə isə 1 mol. Və Y bərabərdir metan, deməli etilenin də həcmini tapaq. Burada 54, 2 vur 18, bununla bu ixtisar getdi 1,5. Deməli bu da oldu 1,5. Və bizdə CO-nun həcm payını istəyir 0,5 böl 0,5 üstəgəl 1,5 vur 100. Bu da eləyir 25%. 9-cu suala baxaq. Burada metan və su buxarı verib. Metanın formulunu yazaq, su buxarını da suyun formulunu yazaq. Deyir ki, bir karbon atomuna, yəni bu 1 mol olmalıdır da ki, bir dənə karbon olsun və burada baxıram ki, 4 dənə hidrogen var. Onda 7 hidrogen atomu düşürsə, burada 3 dənə hidrogen olmalıdır. 3 dənə hidrogen olmaq üçün 1,5 yazmalıyam ki, bura 1,5-i 2-yə vuranda 3 eləsin. Onda belə çıxır ki, 1-in 1,5-ə nisbətidir, yəni 2-nin 3-ə nisbəti. Bu belə götürmək olar. 2-nin 3-ə nisbəti də 40-ın 60-a nisbəti kimi götürə bilərik və yaxud belə də faizini tapa bilərik. 2 metandır, 2 böl 5 vur 100. 5 hardan çıxdı? 2-nin üstünə 3 gəldik. Yəni ümumi qaz qarışığı. Bu da eləyir 40%. O biri də 3 böl 5 vur 100%. Bu da eləyəcək 60%. Yəni A variantı. 10-cu suala baxaq. Karbon qazını yazırıq, bir dənə oksigeni yazırıq. Bir karbon atomuna 8 oksigen, burada 2 dənə oksigen var. Onda belə çıxır 8-dən 2 çıxanda 6, bu 3 mol olacaq ki, 8 oksigen atomu olsun. Və 1-in 3-ə nisbəti və buradan da faizi tapa bilərik. Qaz qarışığı 4 moldur. 1 böl 4 vur 100, bir də 3 böl 4 vur 100. Biri 25 eləyir, biri isə 75 eləyir, yəni Y variantı.